Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin xüsusi buraxılışında hər birinizi salamlayıram. Yenə də dünya rekordçusu soydaşımız, gözəl insan, şəfakar, beynəlxalq dərəcəli bioenergetik, Etibar Elçiyev Budaqlı ilə studiyamızdayıq. Çalışacağım hər gün onun fəaliyyətini, gördüyü işləri sizlərə çatdırım. Çünki belə adamlar nadir hallarda ələ düşür. Cəmi yarım aylıq gəlib Azərbaycan, sonra dünyanın müxtəlif ölkələrinə gedəcək. Bugün də başqa şeylərdən danışacaq, xüsusi bir məsələdən və istəyərdim ki, hər biriniz paylaşasınız, bəyənəsiniz, rəylərinizi yazasınız, suallarınız olarsa yazasınız. Birazdan Etibar bəyin telefon nömrəsi də, Azərbaycana məxsus telefon nömrəsi də efirdə gedəcək, müraciət eləyə bilərsiniz. Elə verilişdən öncə Etibar bəy bir dəhşətli faktlar sadaladı ki, bir ölkədə bu qədər stentlə gəzən insan olarmı? Doğrudan da bəlkə də rekord qırıb Azərbaycanlılar. Elə kimi soruşdu. Elə deyəndən sonra fikir verdi. Mənim qohum, əqrabam, hətta jurnalist həmkarlarımla çox böyük əksəriyyəti ürəyində stent qoyulub. Bu əcəba nədən doğur, niyə olur? Bunlarla bağlı və bunların aradan qaldırılma metodundan Etibar bəy danışacaq. Gəlin sözü ona verək, əvvəlcə salamlaşaq. Etibar bəy, bir daha xoş gördük sizi. Xoş gördük Səbihi qardaş. Hər birinizi salamlayıram, dəyərli Səbihi müəllimin izləyiciləri. Allah razı olsun. Baxıram, mən də sizi izləyirəm ki, görürəm ki, insanlar artıq bir ailə kimi doğmalaşıblar, dostlaşıblar sizinlə. Tamaşaçılarınız baxmaqdan sonra çox yaxın olublar, yəni doğmalaşırlar. Dünən də onu biz gördük. 20 ilin sizin oxucunuz, özdə savadlı müəlliməmiz nə dərəcədə sizin o ailəyə, o xanıma dəstəyiniz olub. Paylaşdığınız jurnallardan həmişə həzz alıb, güc alıb. Böyük faydanız olub. Allah razı olsun. Yəni gözümlə gördüm. Sağ olun. Və belə insanlar çoxdur. Allah sizdən razı olsun ki, insanlarla təkcə nəyisə bölüşmürsünüz, həm də onlarla çox səmimi münasibətlər, doğmalıqlar yarada bilirsiniz. Bu əslində çox gözəldir. Hər insana nəsib olmur. Çünki insanlarla bu dərəcədə qaynayıb qarışmaq Allah hər kəsə nəsib etmir. Çünki bəzən bu aparıcılıq, bu jurnalistika bəzi insanlarda qürur məsələsi yaradır və biraz cəmiyyətlə münasibətlərdə özlərini yüksək tutmaq üçün məcburu təmaslardan qaçırlar. Amma siz fərqlisiniz. Geniş təmasınız var. İnsanlarla vaxt ayırırsınız, doğmalaşırsınız. Təşəkkür. Bir ailə kimi, bir doğma kimi. Bu belə. Bugünkü mövzumuz stentdən gedəcək, dəyərli izləyicilərim. Stent məsələsi də belə bir uğurlarımız oldu. Sonunda uğur haqqında da bir video paylaşacaq inşallah sizin sayənizdə. Məsələ belədir ki, nə oldu ki, stentlərin sayı artdı. Qabaqlar bu ürək sıxıntıları yox idi mi? Niyə qabaqlar stent taxılmırdı bu qədər? İndi çox taxılır. Mən öz üzərimdə də araşdırdım, özümdə də gördüm. Olur, biz tərləyirik. Hər hazırda isti bir yerdəyik, hərəkətlə gəldik, çay içdik. Və belə bir tərli halda bayıra çıxanda, bir yerə gedəndə burada biz sadə dildə qununç deyirik. O qununç məsələsi bizim həyatımızda ürək sıxıntılarına gətirib çıxara bilir. Birbaşa ürəyin üstündə qununç tutur, arxada ola bilir, daha çox öndə olur. O dərəcədə insanın qəlbini deşir ki, o qununç, bu insan çox qorxur, gedir, özünü göstərmək istəyir, qəlbində sıxıntı var. Orada da göstərir ki, qəlb çətin döyünür. Çünki o damarı sıxmaq qununç. Amma ürəyin özündə heç nə yoxdur əslində. Hə. Məsələn, mən bu məlumatı paylaşa özüm eyni bir durum yaşadım. Yəni, bunu aylardır paylaşırdım, danışırdım. İstifadə edirəm elektrikli bisiklet mi deyək, belə bir
Yəni bugün cəmiyyətdə bilirsiniz, hər yerdə avtomobillə getmək olmur. Tez bir yerə getib gəlmək üçün müasir texnikalar var ki, elektrikli heç bir tıxac tanımır. Eyni halı mən yaşadım, tərli olaraq getmişəm, qəlbimi külək vurub. Tövsiyə edilədiyim kremləri bir gün, 2 gün dedim, ya mənim qəlbimdir mi? Bu niyə 2 gündə? 3-cü günü keçdi. Elə bir Allah Taala mən öz üzərimdə də bir təcrübə keçdim. Elə bir şey qismət oldu. Yəni bu kremin tərkibi hardasa da 45 maddədən çoxdur. Birinci kremin tərkibi. Özümün hazırladım, bəli. İkinci krem isə hardasa da 25-i keçib tərkibi. 2 kremdən istifadə olunur. Əksər insanlarda bir günə, yəni gündə 3 dəfə çəkməklə həmən özünü göstərir. Ən geç 3 gündə əgər bir insana yardım etməzsə, onda yenə geçsin stendinə. Yəni qəlbinə zarafat eləmək olmaz. Biz bunu başa düşürük, bunun məsuliyyətini başa düşürük. Deyərlər ki, sən qəlbinə zarafat edirsən, qəlbi pisdir, həyatı təhlükədədir. Amma əksər vaxtı ilk kremi çəkən zaman artıq qəlbi damarları bizdə ürək deyirlər, tamaşaçılar çaşdırıldı yaxın. Türkiyədə kap deyirlər. Ürək deyək. Ürək olsun. Ürək ağrısından qəlbi də başa düşürük, ürəyi də başa düşürük. Biraz o görünməyənə deyirlər də poetika. Buyurun. Bax belə gözəl uğurumuz oldu. O video dedik ki, paylaşacaq əziz izləyicilərim. Cəmi 2 seans. Mən heç seans etməsəm olar. Gürcüstanda və artıq Azərbaycanın istənilən yerlərinə çatdırması mümkündür. O kremlərin. İnşallah ki, yararlarla istifadə edin. Çox gözəl bir kremdir. Bir də bir sual verim. Tərkibini insanlar öyrənmək istəyəcək. Demək olar mı? Tərkibini gizlətmirəm. Tərkibini paylaşıram. Kim istəsə tərkibini ata bilərəm. Heç nə gizli deyil. Tərkibi Rusiyadan oradan alırıq. Türkiyədən alırıq. Təkcə Türkiyədən bitkilərdir mi yoxsa? Bəli, bitkilərdir, fərqli şeylər, çox şeylərdir. Türkiyədən təkcə 20 yağdan istifadə edirəm. Türkiyədən alıram. Orada məşhur bir firma ilə bizim razılaşmamız var, oradan alıram. Rusiyada da yəni orada dərəcələri dəqiq ölçülmüş, hazırlaşmış kürcə zəhəri var, əqrəb zəhəri var, arı zəhəri var, xaşxaşın yağından istifadə edilir. Ekbalitus, kamfora. Yəni bu krem işindən bilənlər bilir. Ən gözəl nə var onun içində toplanıb. Hətta qədimlərdə istifadə olunub hər zaman balıq yağı yumşaltmaq üçün. Ondan sonra adam otundan istifadə olunub. Yəni bütün bu çeşidlər, hətta onun mən video çarxını hazırlamışam. Az qala 20 dəqiqədən çox tanıtım gedir. O qədərin içində tərkibində bir şeylər var. Zərərli təsiri yoxdur. Sadəcə sürtürlər. Hara sürtürlər? Ürəyin üstünə yoxsa ətraflara da? Yox, ürəyin üstünə. Qaldı təkcə ürək üçün deyil, dəyərli izləyicilər. Ki, deyək ki, bu tək ürək üçündür. Mənim bildiyiniz kimi biyoenerji uzmanlığından başqa da bu müalicəvi masaj kimi, fizioterapi kimi işlərlə əsas daha çox Gürcüstanda çalışdım. Çünki durub rayon yerində biyoenerjini anlatmaqda çətinlik çəkir. Amma bir bel ağrısını düzəldəndə insanlar görür ki, bunun beli əyri idi, indi düzəldi deyə daha çox nəticəyə baxırlar da. O işə məşğul olurdum, bəli ki, hansı ki bel ağrılarında böyük fərq var. Bel ağrılarında da çox insanlar çox rekord qırdım, yəni o kremin sayəsində. Ora fəqərələr də aiddirmi? Fərqi yoxdur. Bax, bel ağrısıdır. Fəqərədir, onurğa sütunundakı problemlər. Qulunçlardır, omuzdakı qulunçlardır, beldəki ağrılardır, dizdəki ağrılardır. İndi gəldik söhbət dizə çıxırsa da, məsələn, təkcə kremlə dizi müalicə eləmək mümkün deyil. Baxırsan ki, insanda orada hərədə bir sıxıntı var, duzlaşma var, kireçləşmə var. Buna görə təbii yolla başqa bir tövsiyə edirik ki, bax bunu bu şəkildə qaldırmaq olar. Ondan sonra dizdəki orada sürtüşmə olan zaman bunun üçün də
təbii yolla yolları başa salır. Hamısı təbii yollarla orada dizə aid kompleks bir çalışma mexanizmi var. Nə ilə kömək eləmək? Sən oradan kirəçləməyi, duzu təmizləməsən, krem bir balaca rahatlayacaq, bitəməyəcək. Yəni bu söhbət dizdən gedir. Ondan sonra orada əgər yağlama yoxsa da, artıq sürüşmə varsa da, qırtdaqda sıxıntı varsa da, bunun üçün də təbii yolla adicə onun da yolları var ki, iynə dərmansız başa salırıq ki, nə yeməlidir. Hansı ki, bugün cəmiyyətimizdə geniş istifadə olunur. Mən bunu açıqlaya bilərəm sadə bir dillə, bax belə deyək. Dəyərli izləyicilərim, bax məsələ belədir ki, mən əsas Türkiyədən götürürəm. 90-cı ilə kimi hər zaman heç vaxtı belə ət dükanlarında ayrı nəsə də satılmırdı. Ətləri evə sümüklü gələrdi həmişə. Və 90-cı illərdən sonra insanlarda fikirlər dəyişdi. İstər Türkiyə olsun, baxmayaraq ki, onlarda fərqli yaşam vardı. Artıq bu evə sümük, ilikli ətlər azaldı gəlməyə və insanlarda problemlər yarandı. Yəni, bu çox önəmli idi. Ona görə yaşlı adamlar bir yemək yəndə deyir, sümüklü ət ver. Çünki sümüksüz bəlkə də mənşəyi bəllidir. Ya onu desə sevindiricidir. Yəni, çox ailələr evə sümük almırlar. Almırlar. Qara tikə. Bu da gətirib o vəziyyətə çıxardır ki, dizlərdəki iliklər problem olur, qığırtaqlarda problem olur. Yəni, artıq indi fərqli adlandırılır. Yəni, hansı tikələrdən istifadə olur? Yəni, tamaşaçılar müraciət edəndə onu başa salır ki, əsas da ki, harda biz Gürcüstanda zink deyirik, bilmirəm indi Azərbaycanda. Elə burada da deyənlər var. Zink sümüktür, nəsim son. Bunu asılan tikələrdən söhbət gedir. Bu, həqiqətən çox faydalıdır və nəticələrini görmüşəm, mən çox görmüşəm. Bir həkim, mal ətindən normalda bir həkim bir xəstəyə bilir onu, deyə bilər, amma demirlər, onlara icazə vermirlər. Əgər bir xəstəyə desə ki, get filan yerdə sümüklü atarlayı, bəlkə də ona o klinikada problem yaradarlar ki, sən xəstəyi hara göndərirsən. Sən onu get bir kimyavi dərman deyir. Əməliyyat elə, kəs, doğra. Bu belə. Ondan sonra duzlaşmağı təmizləmək üçün də müəyyən otlardan istifadə edilir ki, hansı otun dəmlənməlidir ki, bu otu içən zamanda o duzu bədəndən çıxardaq ki, istər o omuzdakı ağrılar olsun, istər dizdəki və fərq yoxdur, bütün oynacaqları təmizləmək lazımdır. Bu zaman kremlə dediyim məsələlərdə böyük uğurlarımız nə olur? Olur. İstehdan başqa, o ki, gəldik bu məsələyə. Mən sual da verim. 65 yaşdan yuxarı Azərbaycanda demək olar ki, bütün yaşlıların, xüsusən də kişilərin dizlərində ağrı olur. Qadınlarda da az deyil. Yəni bu düzəltdiyiniz bu krem yaş həddi varmı? Yox, yaş həddi yoxdur. Yəni 20 yaşda olar, 70 yaşda. Bax, baxırıq ki, çox yaşlı insanlar gəlir. 80 yaş, 85 yaş. Mənim TikTok səhifəmdə Etibar Elçiyev səhifəsində baxa bilərlər. Hətta çox çətin vəziyyətdə gəlirlər. Əsa ilə zaten. Tək əsa ilə yox, belə tutaraq gəlirlər. Çətinliklə gəlirlər. Ondan sonra baxırsan 3 seansdan sonra o şeylərdən uzaqlaşırlar, atırlar. Yəni bax belə, yəni orada yaş fərqi yoxdur. Dediyim kimi, amma bunlar bir-birinə bağlıdır. Tək krem deyil. Tövsiyə olunacaq orada duzu təmizləmə, kirəçləmə, təmizləmə, qığırtdaqları bərpa eləmə, təbii yolla. Bayaq dedim. İndi ikinci bir sadə məsələ deyəcəm. Hamımız bilirik ki, yenə də 90-cı ilə kimi ailələrdə həmişə ağsaqqal evə gələn kimi nə olardı? Onun ayağına bir isti su ləyən verərdilər, ayağına qulluq eləyərdilər. Bunu hamımız şahid olmuşuq, babalarımızın, nənələrimizin. Sonra bu məsələ yenə təkrar edirəm, həm Türkiyədə, Avropada, burada da eyni gedərdi. Bu hamam məsələləri artıq çıxdı, həyat dəyişdi, müasirləşmə gedən zaman artıq bizim bu babalarımıza ləyən gətirmədilər.
Dedilər ki, git artıq hamamda bu məsələ. Deməli, bu ayaq vanna prosesi ki, bu insanlar artıq uzaqlaşdı. O zamanlar mən belə deyərdim ki, əgər yəni daha çox Türkiyə müqayisə edirəm, bir məntəqədə 15 yaşlı oturaraq namaz qılırdısa da, bugün get orada oturaraq namaz qılanın sayı hesabı yoxdur. Mən təcrübəmdə nə gördüm? Mən təcrübəmdə gördüm ki, ayağın altında, dabanlarda sərtləşmə gedir, qalınlaşma gedir və bu kirəçləmə, bu duzlaşma bədənə, vücuda qayıdır. Deməli, praktikada, illərlə çalışmada mən təsdiq etdim, ispat olundu. Hər gün işim budur. Ki, bu insanlar, əzizlərimiz dabanlarına fikir verməlidirlər. Dabanlar əlin içi kimi yumuşaq, təmiz olmalı. Daban sərtləşsə... Daban keşi unudanlar var, illərdir. Dabana xidmət, dişə xidmət kimidir. Necə dişimizə xidmət edirik? Eyni xidmət olunmalıdır ki, vücud kirəçlənmə olmasın. Yəni, orada dabanlarda vücud xüsusi bir nəfəs alır, bir hərəkətlənmə gedir. Daban çox önəmlidir. Şiddətlə tövsiyə edirəm ki, ayaqlarınızı diqqət edin, təmizləmə prosesində. Yəni, orada biz vanna məsləhət görürük, nə eləmək lazımdır. O problemdir. Hətta internet saytında baxa bilərsiniz nələrlə dabanı təmizləmək olar. İndi o xırdalçılığa mən getmirəm. Bir də üzr istəyirəm, arada sözünüzü kəsəcəm. Qidalanmada ciddi problemlər var. İnsanlar az qala artıq evdə yemək pişirmir, böyük əksəriyyət. Elə ayaq üstü dönər alır, başqa şeylər alır. Bu da bildiyim qədər çox zərərli. Məsələn, qabaq inəyin başını alırlar, bir həftə biz yeyərdik. İnəyin başından xaş pişirlərdi. İndi inəyin başını atırlar zibilliklərə. Yəni orada o qədər dəyərli vitaminlər, kalorili şeylər var. Qoç başını demək olar ki, heç alan yoxdur. Bəlkə xaşxanalar da azalır. Hamı kababa keçib, quru yeməklər, o da mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur və daha ağır. Məsələn, mən ürəklə bağlı xəstəxanada yatanda böyük əksəriyyəti xolesterindən, çoxlu ət yeməkdən, yağlı yeməkdən, bu şeylərdən orada yatırdı. Damarlar tıxanır, tutulur və gəlib ürəyə vurur, gəlib çatırlar. Yəni, qidalanmadadır məncə. Əslində iki şeydəndir, bir stres, bir də qidalanma. Bu ikisi də insanda məncə xəstəlik yaradır, düzdürmü? Bəli, bəli. Bax, o dediniz ki, adi o qalb məsələ, xolesterin məsələsi sarımsaq, limonun qarışımı bilirsiniz nə dərəcədə insanlarda qalb damar məsələsində yardım edir. İnşallah ki, bundan düzgün istifadə hər kəs eləsə, mənim fikrimcə heç vaxt o infarkt olmaz. Yəni, qəlbi hər zaman sağlam olar. Söhbət adicə bizim hərimizin evində olan limondan, sarımsaqdan gedir. Türkiyə mətbəxində biz görmüşük ki, heç zaman onların masalarına nəsi olmaz. Limon suyu, limon mütləq olur. Ondan sonra bir də sirkə masalarına nəsi olmaz. Belə, indi bəlamız təkcə qəlblə bitmədi. Biz gəldik, bayaq dizdən danışdıq. Başqa oynaqlardan da mən deyim. Bunları da baxırıq ki, son zamanlar müalicə etməkdən çəkinirlər, təəssüflər. Elə bir yaşlımız yaxınlaşan kimi o bir dükana gedirsən, baxırsan, deyirlər ki, bir zapças dəyişirlər. Deyir ki, bax, bu Türkiyənindir, bu Amerikanındır, bu Avropanındır, qiymətlər fərqlidir. İndi həm istentdə o vəziyyətə gəlib, həm də bu dizləri dəyişmə. Gəlir, deyir ki, dəyiş, gəl dizini dəyişək. Heç kim müalicə eləmək istəmir. Çünki diz əməliyyatında həm orada cihaz satacaqlar, həm də ki, əməliyyatdan çox pul qazanılacaq deyə. Amma burada dəyərli izləyicilərim, çox gələnlərimdən nələr gördüm. Yaşlı insana baxmadan dizini dəyişdilər. Və yaxud omasında oynaqları dəyişdilər. Amma bir məsələ var ki, onlar işin o biz tərəfini özləri yaxşı bilir ki, bu dizi dəyişməklə iş bitmədi. Bugün o dizini dəyişdi. Sabah nə olacaq? Bəlkə bunun görürsən artıq kilosu var. Artıq kilo ilə o dizlə o bədən tutacaqmı? Bu məsələyə heç
qarşılarındakını Ümumiyyətlə görmüşəm ki, bədənə yad elementin qoyulmağı yox, zərərli çəkiyə bir görə şeydir. alınmır. İkinci, bu yaşlıdır. Baxın, dizini və yaxud qalçada oynağı dəyişib, görürsən ki, gəlib nə olub, ayaq biləkləri gəlib kirəçlənib tutulub, artıq adam yeriyə bilmir. Gəlib uzanır, yerimək istəmir, qorxur, əməliyyat olub baxın. Ondan sonra hərəkətsiz qaldığına görə indi başqa yerdə problem olur. Harada? Aşağıda ayaq biləyinin artıq tamamən hərəkətsiz qaldığına görə kirəçlənib, ayaq tutulub. Protez kimi bir şeydir. Hə, elə bir protez, düz protez olsa nə var ki? Əylə. Biraz da belə qalıb. İndi gəl bunu başlayırıq ki, biz artıq çalışmağa, ayağı yenidən açmağa. O ayağı açmağa ki, bu gəlsin, yerisin, özünü idarə etsin. Ya bax, belə bir məsələlər var. Ona görə də əməliyyatları tələsməyin, dəyərli izləyicilərim. Ən çox da bu yaşlı insanlarda baş verir. Çünki əzab çəkirlər, əziyyət çəkirlər. Təbii yollarla bunun yolları var, müalicəsini dediyimiz kimi. Əziz izləyicilər, bir haşiyə çıxın burada. Demək, bir təxminən 10 il qabaq bir xanım həkim var idi. Allah rəhmət eləsin. Çox savadlı həkim idi. Biz ofisimiz var idi. Ondan üzbəyüzdə balaca bir yerdə işləyirdi. Amma danışığında gördüm, adam çox savadlıdır. Əsl həkim kimi. Bir həkimin köməkçisi kimi işləyirdi. Balaca bir mini klinika idi. Gördüm, bu tibb universitetində də dərs deyir. Dedim, axı, biraz sizə yaraşdırma. Bu qədər savadlı, bilgili insansız. Bu böyrəklə falanla bağlı bilgili insan idi, mütəxəssis idi. Dedim, bu buradan işləyirsiniz. Dedim, mən üstümdən xət çəkdilər. Dedim, niyə? Dedi, bir klinikada işləyirdim, məşhur bir klinikanın adını dedi. Dedi, baş həkim yanıma böyrəklə bağlı bir kişini göndərmişdi. Biraz 55-60 yaşlarında. Deyir, onun elə diaqnozuna baxdım, buna müalicə yazdım. Dedim, bir kursa keçəcək. Böyrəkdə biraz büzüşmə yoxsa, dedi, mənim anlayışım azdır da. Nəsə var, dedi, bir kursa ağır dərmanlar yazdım. Təxminən 200-250 manatlıq dərman yazdım. Deyir, getdi, sonra baş həkimə çağırdı ki, adam nə oldu? Heç nə resept yazdım, getdi. Deyir, nə resept? Deyir, mən onu anlattım ki, böyrəyin çıxmalıdır və sənə təzə böyrək qoyulmalıdır. Öz böyrəyini özünə satıb 30 min manatda razılaşmışdım. Deyir, sən onu 200 manatlıq əməliyyata deyir, sən get. Deyir, sonra bütün klinikaları tapşırdı ki, bunu götürməyin. Belə qan içənlərin olduğu bir yerdə çətindir. Ona görə bəzən bax, sizin kimi xalq təbabəti ilə məşğul olan, bitki ilə məşğul olan, o biyoloji ilə məşğul olanlara bəzən imkan vermirlər. Amma artıq dünyanın hər yerində, məsələn, Rusiyada Sibirsk Zdoroviya var. Hamı bitkilər. Avropada, apteklərdə demək olar ki, kimyəvi, bioloji dərmanlar sürətlə yığışdırılır. Ancaq belə bitkilərlə falan da düzdür, onun təsiri gec olur, amma bir dəfəlik olur. Və belə bir söz də var da tibbdə, İbn Sina'nın vaxtında. Deyir, müalicə üçün birinci sözdür, sonra bitkidir, onlar əlac eləməyəndə bıçağa keçirlər. İndi düzdür, onun arasına bir lazeri də düzmək olar. Yəni, sizdə söz də maşallah yaxşıdır, amma ruh verirsiniz. Mən görmüşəm, fikir vermişəm, seanslarınızda olmuşuq, çəkilişlər eləmişik. Sonra da keçirsiniz, bu kremdir, bitkidir. Bayaq dediniz, o stent təkcə Azərbaycanda mı görürüz, yoxsa Gürcüstanda, Türkiyədə də var? Gürcüstanda da geniş yayılıb. Təəssüflər olsun, Gürcüstanda geniş yayılıb. Mən son... Bəlkə asan metoddur deyirlər. Yəni, bu məsələ stent, bayaq dediyimiz diz qabaqlarının dəyişməsi, oma sümüyünün dəyişməsi artıq demək olar ki, çox yayılıb. Yəni, bu bəlkə də dünyana ağışını alıb. Necə ki, pandemiyada biz əziyyət çəkmişik müəyyən məsələlərdə. Müasir günümüzdə bu stent və bu diz qapağının dəyişməsi və oma sümüyünün dəyişməsi dünyanın hər yerində, təkcə Azərbaycan deyil, desək ki, Azərbaycanda da yox, yalan olar. Və son təcrübədə demirəm, 2 stent qoyulmalıydı. Mən 2 ay tapanmadım seans etdiyimiz insanı. Ondan sonra gəldi, müsahibəsini verdi. Hardasa da 2 aydan çox keçmişdi. O deyirdilər ki, biraz gülməli olsun. O deyirdi, nə oldu Paşinyan? İndi nə oldu?
deyirdin stent qoyulacaq. Nə oldu? Bir də 2 ay gözlədik də bu adam nə oldu? Nə oldu bu? İndi qəlbi saat kimi işləyir. Bəli, dəyərli dostlar, şükürlər olsun hər həftə rekordlarımız olur. Bu həftə Allaha şükürlər olsun ki, bu 3-cü, yəni 6 gün ərzində 3-cü rekord qeydə alındı. Rekordçumuzu, bizi rekorda salan dostumuzu 2 ayda tuta bilmirdim. Məsələ həyatımızda ən önəmli məsələlərdən biri ürəyə stent məsələsidir. Ürəyə qoyulan stentdən söhbət gedir. Bugün mənim apardığım metodlar nəticəsində hazırladığım kremlə və müəyyən bir məsələdir, yəni böyük bir şey deyil. Hamımız yaxşı bilir ki, sarımsaq və limonun istifadəsi, bir də mənim kremim insanı stentdən salır. Və belə bir çalışma oldu. İndi özünü danışdıq. Xoş gəldin qardaşım. Sağ ol Etibar canım, sağ olsun həkim. Vallahi o sən kremdir, müalicəndir, hamısını eləyəndən mənim ürəyim lap gözəl. Şükür Allah'ın verməyim. Nə tər oldu? Eşitdim, təcili yardımla xəstəxanaya çatdırıblar səni, ürək sıxıntısına görə. Ürək sıxıntısı oldu, ondan sonra düzəldi. Orada stent məsələsi vardı. Həkimlər nə bildi? Stent məsələsi qoymalı idi, sənin müalicənlə şükür Allah'a yaxşı. Hətta neçə dənə stent verdilər? Onu 2 dənə verdilər. 2 dənə stent. Hə. Dəyərli izləyicilər, Allah hər kəsə sağlıq versin. Mənim doğmam, mamamın oğlu, birinin oğlu belə deyək. Hər heç 40 çıxmayıb stentdən birəsini dəyişdi. 2 ayda tuta bilmirdim, çəkmək istəyirdim. Bugünə qismətmiş. Qəlbində rahatsızlıq olan sadəcə krem alır, heç gəlmədən evdə özünüzü müalicə edirsiniz. Bir gündə, həmən günün effekt verməsə yerə gedin həkimə. Yəni, mən heç kimi saxlamıram, ürək elə bir şeydir ki, onunla zarafat eləmək olmaz. Amma rahatlanırsınızsa, boş yerə qəlbinizə o stendi taxtırıb həyatınızı çətinliyə salmayın, dəyərli izləyicilər. Deməli bir əziz izləyicilər, siz nömrəsi gedir, deməli Etibar bəyin yəqin oradan əlaqə saxlayarsınız. Hələ ki bir 15 gün burdadır. Deməli bir həkim bir qorxulu diaqnoz qoymuşdu birinə. Ya o rentgen ya UZI ilə əməliyyat demişdi. Gəldi Etibar bəyin yanına. Bundan əvvəlki dəfə Azərbaycana gələndə. O da müalicə elədi. Deyir sonra artıq Etibar bəy qayıtmışdı Gürcüstana. Deyir 2 aydan sonra getdim, müalicədən sonra getdim onun yanına, özü yoxlamışdı, o diaqnozu qoymuş. Deyir, hansı axmaq sənə demişdi, deyir, səndə belə şey yoxdur axı. Halbuki o qorxudub onu, əməliyyat qaçılmazdı filan, özü də oruçluq ərəfəsi olub, deyir, oruç tutum, nə orucu, sənin dəhşətli bir şey olacaq. Sonra Etibar bəy ona o bitkilərdən, kremlə, nəylər, nəsildə orasını bilməm, müalicə elədi. Sonradan öz həmin həkim yanına gedəndə deyir, belə bir şey var. Deyir, hansı axmaq deyib, səndə elə şey yoxdur, əsər əlaməti yoxdur. Bəlkə də olub, amma yəni müalicədən sonra belə. Bir də yadıma gəlir, məni bezdirmişdi izləyicilər. Tanışlarda təbii ki, mən nömrəmi belə publik təbliğ eləmirəm. O kremlə istəyirik, kremlə. Amma bu krem deyilik də, nəsə çoxlu krem növləri var da sizdə. Aydındır, fərqli kremlər. Onları istəyirdilər ki, o bizə əlac elədi. Bir deyir, atama əlac elədi, indi anam üçün istəyirəm. Mən indi yollar bağlı, indi Etibar bəylə calaşdırdım ki, özünüz bilin, necə danışırsınız. Önəmli oldu, dəyərli izləyicilərim, Azərbaycanda istənilən ünvanlara çatdırmamız olacaq. Eyni zamanda bizi Gürcüstandan da izləyirlər. Hələlik Gürcüstan, Azərbaycanda, bir də Türkiyədə. Yəni bu məsələni təşkil edə bilmişəm. Yararlanın, yəni əməliyyata tələsməyin. Qəlbinizə stent qoyma tələsməyin, dizinizə. Sizə yad olan bir əşyanı, orada baxırsan, plasmas, metal var, cürbəcür, fərqli bir şeylər var. Bu, yad əşyaları insan bədəninə ki, yerləşdirirlərsə, bu müəllim mənim... Hadi bir tiş qoyduranda da narahat olur, görün o. O məsələyə görə indi Türkiyədə yaxın zamanlarda məndən bir açıqlama gözləyir. Türkiyənin tanınmış jurnalist var orada, Atilla deyilən. İnşallah ki, tezliklə Türkiyədə də böyük bir bu açıqlama olacaq bu məsələdə. Yəni, mənim
Türkiyədə bildiyiniz kimi 4 il çalışırdım. Bir xanım gəldi mənə müraciət elədi. Dedi ki, məni əməliyyat olmalıyam, əməliyyat günüm danışılıb. Mənim dedi, əməliyyat günüm razılaşırıb, mənim belimə 4 platin qoyulacaq. Həkimimlə razılaşmışam. Biz razılığa gəldik. Ödəmə dedi ki, mən bir aylığımı bu qiymətə razısansa ödəmə eləyim. Bir ay mən gəlib gedə bilirəm. Belə bir çox maraqlı bir razılaşmamız oldu. Dedi ki, mən sənin aylıq seansları ödəyirəm. İstədiyim gündə gəlib gedirəm. Yəni bir ay mənim qapı açıqdır. Razılaşdım, gəlib bir seans elədik. Ondan sonra bu xanım gəlmədi. Kimlə gəlmişdi? Aradım, dedim niyə gəlmir? Dedi özünü çox yaxşı hiss edir. Bir seansa. Hə. Ona 8 ay gözlədik. 8 aydan sonra Türkiyənin tanınmış mediası İxlas Xəbər gəldi. Mənim haqqımda reportaj hazırlayan zaman o xanımın da bir çıxışı oldu. Orada göstərdi ki, mənim tək seansa mən yaxşılaşdım. Platinə də ehtiyac olmadı. Bəli, inanırsanmı, beli çıxandan sonra heç bir ay çəkmədi, mən Türkiyədən deportasiya oldum. Orada müraciətlər olmuşdu ki, təbliğ eləməyək. İndi olsun, tək elə bir şeyə görə mən deport olum. Nəinki orada bacarıqsızlığıma görə və yaxud orada dövlətçiliyin əleyhinə. Çox, belə nəsə də insanlara zərər verən bir şeyə görə mən deport olmam. Sağlattığına görə deportasiya olunur. O da maraqlı bir məsələ. Yəni ki, burada görürük ki, bunlar bir illiyinə məni deport elədilər. Adını qoydular ki, çalışma izni olmayıb. Baxmayaraq ki, mənim sənədim var idi. Çalışma və iş yer açma ruhsatım var idi, vergi verirdim. O adından çıxdım. Yabancı çalışman yoxdur. Buna görə cərmələmişlər 8.000 o vaxtı Türk lirasının dəyərli bir vaxtı bunu mən cərməli ödəmişdim. Buna baxmayaraq bir il məni deport elədilər. Və bugün artıq bu məsələlər müzakirə olunacaq ki, nəyə görə sənədlər qaydasındadır, nəyə görə, baxın, nələr edirdilər mənə. Həcəməti paylaşdığıma görə, necə paylaşdığıma görə. Siz inanın ki, Hicamadan gedir söhbət. Facebookda bir nəfər hicama haqqında çox gözəl məlumat paylaşıb. Çox xoşuma gəldi, bəyəndim, paylaşdım. 50.000 lira bugün elə bir Azərbaycanın 50.000 manatı mənə cərimə gəldi. Bəyənib paylaşmışam, nə eləmişəm? Mən terror mu eləmişəm? İkinci bir saunanı biri tanıdırdı pandemiya vaxtı. Evdə oturursan başını çay içə bir buharlan. Tanımadığım bir insan bəyənib paylaşmışam, 50.000 ona gəldi. Bir də nə eləmişdim? Bu məqsədi şəkildə oldu da, aydın. Nə edirdilər? Bir də 50.000 də Facebookda yazmışdım ki, bəlkə də mən adamı cərmələnirlər. İynəsiz, dərmansız müalicə, tədavi. Nəysə, bu qədər. Bugün Aydındır, aydındır. Belə dəyərli dostlar, əsas odur, xalq təbabəti və Etibar bəy də buradadır. Hər gün çalışacaq, biraz danışaq, çox yorğun olur. Bugün bir xeyli adamla seans keçirdi və dəyərli olub. Və çalışacağım günü 20 dəqiqə. Siz də gözlətdik. Eyb yox. Bugün 4-5 saat oldu. Düzdür, mən də boş durmadım, öz çəkilişlərimi elədim, amma Etibar bəy bizim qiymətimizdir, dəyərlimizdir. Özə bəziləri elə bilir təbliğat, biz təmənnalıq eləmirik, təmənnasıdır. Mənim dostumdur, qardaşımdır, mən bilirəm ki, insanlara şəfa verir. Çox qəribə bir baxış da var insanlarda. Kimi tərifləyirsənsə deyirlər ki, bu tərifləyirsə deməli ondan nəsə alınır. Mən burada açıq deyirəm, Allah da şahiddir. Yəni burada bizim heç bir təmənnamız yoxdur. Belə dəyərli dostlar, sağ olun, var olun. Qonağımız gözəl insan, dünya rekordçusu, beynəlxalq dərəcəli bioenergetik Etibar Elçiyev Budaqlı idi. Sağ olun, salamat qalın. Elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun, salamat qalın. Görüşmək üzrə.